Biz bilməliyik, ona görə danışırıq. Nə üçün bilməliyik? Bilək ki, gedək əməl eləyək, xeyr. Hamıdır ki, bilək ki, gedək əməl eləyək. Mən deyirəm, xeyr. Bilək ki, arzu eləyək. Bilək ki, arzu eləyək. Biz bilib, niyə əməl eləyə bilmirik? Sual verirəm, çox şey bilirik, əməl eləyə bilmirik. Niyə? Sirri nədir? Sirri budur ki, arzu eləmirik. O qədər ki, lazımdır, istəmirik. İstək çox şeyə həll edir. Bugün onun haqqında danışacağım. Keçmişdə danışmışam, əvvəlcədən də deyirəm. Bu mövzunun içində təkrar bəhslər də olacaq, bilmədiyimiz ola bilsin ki, mövzular da olacaq. Biz bilib niyə nələrəsə əməl eləmirik? Hey, eşidirik, əməl eləmirik. Çünki əsas şərti var. Biliyin əmələ keçməsinin ən əsas şərti istəməkdir. Yox, mən istəyirəm, yox. Bilik əmələ keçməyibsə, bir dənə problem nədir? Deməli, lazım olan qədər istəməmsən. Vəssalam, başqa heç nə. Bilirsənsə, əməl eləmirsənsə, deməli, lazım olan qədər istəməmsən.